Salam əziz qardaşlar, dəyərli Dağ Nəfəsi izləyiciləri. Bu gün sizə keçilərin dırnaq kəsimi haqqında danışacağam. Və bu video vasitəsilə dırnaq kəsimini aydın şəkildə izləyə biləcəksiniz. Qardaşlar, bir çox adam bilmir ki, keçilərdə dırnaq sadəcə kəsim üçün deyil, keçinin sağlamlığı, yerişi və hətta süd məhsuldarlığı üçün inanılmaz dərəcədə vacibdir. Baxın qardaşlar, bu alpin keçisinə fikir verin. Dağ keçisi olsa da, təsərrüfatımızı biz dağlıq şəraitdə saxlasaq belə, saxladığımız mühitdə torpaq yumşaq olur. Daş az olur və dırnaqlar öz-özünə qopmur. Nəticədə dırnaq uzanır, əyilir və keçi yerişini dəyişir. Bu da heyvanın həm sümüklərinə, həm oynaqlarına, həm də ümumi sağlamlığına ciddi yük qoyur. Dırnaq uzandıqda keçi yerişini dəyişir, ən çox yük tabanına düşür və zamanla ayaqlarda ağrı yaranır. Bəzən insanlar niyə keçi az hərəkət edir deyə soruşur. Səbəb çox vaxt elə dırnaq olur. İndi baxın necə kəsirik. Əvvəlcə artıq hissəni təmizləyirəm. Sonra dırnağın altını düzləşdirirəm ki, keçi yeriyəndə ayaq tam bərabər otursun. Bu iş düzgün görüləndə keçi dərhal rahatlayır. Yerişi düzəlir və daha aktiv olur. Ən əsası isə qardaşlar, dırnaq vaxtında kəsilməyəndə bakteriya, infeksiya və çürümə ola bilər. Kəsəndə həm xəstəliklərin qarşısı alınır, həm də heyvan tam rahat şəkildə dağa, otlağa çıxır. Baxım olmayan keçi heç vaxt məhsuldar olmur. Bu alpinlərin dırnaqlarını təmizləyəndən sonra necə yüngülləşdiklərini hiss edirsiniz sanki. Bu iş bəlkə də videoda sadə görünür, amma keçi saxlayan hər kəs mütləq bilməli olduğu ən vacib qayğılardan biridir. Keçilərdə dırnaq sadəcə dırnaq deyil, bu heyvanın sağlamlığı, hərəkəti və keyfiyyəti deməkdir. Ona görə də bu işi vaxtında edin ki, heyvanlar həm sağlam olsun, həm də məhsuldarlıq artsın.